Oruçludan qan çıxarsa, burundan və ya başqa yerindən orucunun hökmü nədir? Bir də oxu. Oruçludan qan çıxarsa, burunun və ya başqa yerindən orucunun hökmü nədir? Yəni, oruç tutan insandan, qardaşlar, əgər qan çıxarsa, yəni burnundan qan axma baş verir, və yaxud da qulağından qan axır, dişindən qan axır, və yaxud da qolu kəsilir, qan axır. Belə olduğu halda, deyir ki, bu adamın oruç tutmasının hökmü nədir? Bilirsiniz ki, qan məsələsində sadəcə ixtilaf oradadır ki, hicamə etdirmək olarmı, olmazmı? Yəni, müalicə üçün qan aldırmaq. Hicamə bilirsiniz nədir? Elm əhlinin arasında ixtilaf var ki, hicamə etdirəndə insanın orucu pozulurmu, pozulmurmu? Məşhur Həmbəli məzhəbində odur ki, hicamə edən də kim onu edir, hicamə etdirən də onların orucu batildir, orucu pozulur. Hədis var, Peyğəmbər s.ə.v buyurur ki, aftaral həcimu vəl-məhcum. Hicamə edən də, hicamə etdirənin də orucu pozulmuşdur. Bu hədisin zahirini götürür Həmbəli məzhəbi, bu şey məşhurdur. Ona görə bir çox alimlər, böyük alimlər deyir ki, əgər hicamə vasitəsilə qan çıxarsa, oruc pozulur. Lakin bir toplum alimlər də onun orucun pozulmadığını deyirlər. Şək yoxdur ki, ən salamatı odur ki, insan oruclu olduğu halda hicamə etdirməsin, hətta ən salamat qalsın deyə və yaxud da ixtilafdan çıxsın deyə. Lakin, insanın özü qəsdən etmədən burnundan qan açılarsa, dişindən qan açılarsa və yaxud da harasınsa kəsərsə, qan açılarsa, belə olduğu halda oruç pozulurmu? Şeyx-i-İslam ibn Teymiyyə rəhməhullahın bu haqda fətvası var, qardaşlar. Həmçinin Şeyx Muhammed ibn Salih el-Useyminin fətvası var. Deyir ki, insanın burnundan və yaxud da başqa bir üzvündən qan gələrsə, o insanın orucuna zərər yoxdur, o insanın orucu pozulmur. Çünki bu qanın gəlməsi onun iradəsindən, istəyindən asılı deyil və insanın asılı olmayan bir şeyə insan məruz qalarsa, o zaman insan bu şeydən məsuliyyət daşımır və yaxud da insanın ibadətinə bu şeyin zərəli yoxdur. Ona görə də xülasə rəy bu məsələdə odur ki, kimin burnundan, dişindən və yaxud da başqa üzvündən qan açılarsa, həmin insan orucunu davam edir və onun orucuna heç bir xələl gətirmir. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.